Hər vaxtınız xeyir uşaqlar. Biz bugün ümumdünya cazibə qanunu haqqında danışacağıq. Bəs bu mövzunun özəyində nə durur? Biz bilməliyik ki, yer səthində istənilən iki cisim, iki daş, məsələn hal-hazırda mənimlə kompüterlə qələm, qələmlə deyək ki, oradakı kaktus arasında nə var? Cazibə var. Ayrıca yer səthində istənilən iki toz zərrəciyi arasında da cazibə var. Bunlar arasındakı o cəzb etməni təyin etmək üçün belə bir qanunumuz var. J vurulsun, M1 vur, M2 böl R kvadratı şəklində olan riyazi ifadəsi, belə bir düsturumuz var. Məsələn, buradakı nədir? F. Bunlar arasındakı cəzb etmə qüvvəsi. R nədir? Bunun mərkəzindən, bunun mərkəzinə kimi olan məsafədir. Gəlin bunu kalemlə yazaq, daha yaxşı olsun. Deməli, uşaqlar, dedik ki, cazibə qüvvəsinin riyazi ifadəsi J vurulsun, M1 vur, M2 böl R kvadratı şəklindədir. Bəs bunlar nədir, müəllim? Cəzb etməsini təyin etdiyimiz cisimlərdir. Bu cisimlərin, uşaqlar, mərkəzləri arasındakı məsafədir. Bax, orada dairə çəkmişəm deyə radius demək deyil. Bunun mərkəzindən nəyə kimi? Bunun mərkəzinə kimi olan nədir? Məsafədir. Məsafədir. M1, M2 bu cisimlərin nəyidir şagirdlər? Kütlələridir. Bəs J nədir? J gravitasiya sabitidir. Gravitasiya sabiti. Onun haqqında birazdan danışarıq. Adı üstündə sabit bir kəmiyyətdir. Gravitasiya sabiti. Təxminən altdan 167 vurulsa onsuz mənfi 11 tərtibindədir. Bu, yəni bəzi məsələlərdə fərqli cür verilir. Bunu sabit də adı üstündə. Sadəcə ədədi qiymətini əzbərləmək lazım deyil. Mahiyyətini öyrənsə kifayət eləyər. Məsələ həllində aşağıda verilir. M1, M2 nədir? Bu cisimlərin nələridir? Kütlələridir. R nədir? Bu cisimlərin mərkəzləri arasındakı nədir? Məsafədir. F'dəki əlbəttə ki, dedik ki, yer səthində istənilən iki toz zərrəciyi arasında da nə var? Cazibə var. Həmin bu F qüvvəsi onlar arasındakı o cazibə qüvvəsinin qiymətidir. İndi şagirdlər, M1, M2 haqqında danışmağa ehtiyac yoxdur. Amma R məsafə haqqında biraz danışaq. Çünki burada məsafə deyəndə bir var normal məsafə. Bu gördüyünüz normal məsafədir. Normal dediyimiz nədir? Yəni onların mərkəzləri arasındakı məsafəni normal məsafə kimi qəbul edirik. Bir var maksimal məsafə, bir də var minimal məsafə. Maksimal məsafə deyəndə nə başa düşülür? Məsələn, iki dənə kürədir. Birinin mərkəzindən digərinin o biri səthinə kimi olan məsafə bu maksimal məsafədir. Bu nədir? R max. Və bu maksimal məsafədə uşaqlar nə artıqdır? Görürük ki, bir dənə radius artıqdır. Məsələn, maksimal məsafə 10 metr verilib, radius da 2 metr olsa, onda gətirib bu düsturda yerinə qoyacağımız rəqəm neçədir? 8. Çünki bir dənə radius artıqdır. Ondan 2-ni çıxmalı, onu qoymalıyıq. Bir də var minimal məsafə. Minimal məsafə bəs nədir, müəllim? Birinin mərkəzindən o birinin bu səthinə kimi olan məsafədir. Bu bizim nəyimizdir? R minimal məsafəmizdir. R minimal məsafəmizdir. Və minimal məsafədə nə çatışmır? Bir dənə radius. Deyək ki, R minimal məsafə bizim üçün 10 verilib, radius da 2 verilsə, bu dəfə gətirib bura qoyacağımız rəqəm neçə olmalıdır? Onun üstünə 2 gəlməliyik, 12 olması lazımdır. Onun üzərinə 2 gəlib 12 qoymamız lazımdır. Deməli, biz danışdıq ki, yer səthində istənilən iki cisim arasında nə var? Cazibə qüvvəsi var və bu cisimlər arasındakı cəzb etmə qüvvəsini təyin eləmək üçün belə bir nəyimiz var? Bizim düsturumuz var. Və cazibə qüvvəsi, qüvvədir də F hərfi ilə işarə edildik. Nəyə bərabərdir? J vurulsun bu cisimlərin kütlələri bölünsün onlar arasındakı məsafənin nəyi? Kvadratı. R burada dikir radius deyib qarışdırmayın. R nədir? Məsafədir və cəzb etmə qüvvəsi məsafənin kvadratı ilə nə cür asılıdır? Tərs asılıdır. Birdən orada bizə maksimal məsafə desə, onda radiusu çıxaraq maksimal məsafədən R-in yerinə onu qoymalıyıq. Minimal məsafə desə, üzərinə radiusu gələrək o R-in yerinə onu qoymağımız
lazımdır. Bu bizim əsas bilməli olduğumuz bir neçə qeyddən biridir. Digər tərəfdən hansı ki F bərabərdir J vurulsun M1 vur M2 böl R kvadratıdır deyirik uşaqlar. Buradakı J bəs nədir? J dedik ki gravitasiya sabitidir. Gravitasiya sabitinin ədədi qiymətini nə cür alıblar? Gravitasiya sabiti. Kütləsi 2 1 kiloqramlıq cisim götürüblər. 1 kiloqramlıq olan 2 dənə bir cisim götürüblər kütlələri. Bu zaman onların arasındakı məsafəni, yəni əlbəttə ki mərkəzləri arasındakı məsafəni 1 metr qoyublar. Baxıblar, görüblər ki bunlar arasındakı cazibə qüvvəsinin qiyməti nədir? Həmin o qiymət ki dediyimiz altdan 167 vurulsa 10⁻11 bir etalon kimi, yəni bir sabit kimi istifadə ediblər. Desələr ki gravitasiya sabiti olan J nədir? Deyəcəksiniz ki əslində gravitasiya sabiti olan J kütləsi 1 kiloqram, mərkəzləri arasındakı məsafə isə 1 metr olan 2 cismin arasındakı məsafə 1 metr olduğunda onlar arasındakı cəzb etmə qüvvəsinin qiymətidir və biz onu nə adlandırırıq? Gravitasiya sabiti adlandırırıq. İndi uşaqlar, M kütlə idi burada. Vaydi kiloqramdır. Bunun haqqında çox danışmağa ehtiyac yoxdur. R məsafədir. Dedik ki, məsafədirsə vaydi nə olması lazımdır? Metr olması lazımdır. Bir də dedik maksimal, minimal və normal məsafə məsələsi var. Amma bəs bu J-nin vahidi nədir? Onu bir danışaq. Gəlin J-nin vahidini, yəni gravitasiya sabitinin vahidini çıxarmağa çalışaq. Bu düsturu bu şəkildə sala bilərik də. R kvadratını F yanına keçirərik. Nə olacaq? F vurulsun R kvadratı bərabərdir. J vur M1 vur M2 şəklinə gələr. Durub buradan biz J-ni taparsaq, J nəyə bərabər olacaq? F R-in kvadratı bölünsün nə? M1 vur M2 olmuş olacaq. Bu vahidlərini yazsaq, qüvvənin vahidi Newtondur. R məsafədir, vahidi metrdir. Kvadratı nəzərə alında metr kvadratı. Kiloqram vur kiloqram da bizə nəyi verəcək? Kiloqram kvadratını verəcək. Hətta Newtonu da aça bilərsiniz. Kiloqram vursun metr böl saniyə kvadratı. Vur metrin kvadratı böl, bu tərs çeviri vurarıq. 1 böl kiloqram kvadratı şəklində. Buradan da alınacaq nə? Kiloqramlar ixtisar edəcək burada. 1 burada kvadrat olduğuna görə kvadratı ilə bu gedəcək ixtisar. Nə qalacaq uşaqlar? Metri metrə vuranda metr kubu bölünsün saniyə kvadratı vur kiloqram şəklində olacaq. Yəni yenə deyirəm, biz burada nə etdik? J-ni tapmaq üçün R-i keçirdik F-in yanına. F-R kvadratı bərabərdir. J vurulsun M1 M2 oldu. F-R kvadratı bölünsün M1 vur M2 yazdıq J-ni tapanda. F-in yerinə Newton yazdıq. R məsafədir. Məsafənin yerinə metr yazdıq. Newton vur metr kvadratı. Aşağıda da kütlədir M1 M2. Onların yerinə də kiloqram vur kiloqram yazdıq. Oldu kiloqram kvadratı. Newtonu da nə cür açdıq? Əsas vahidlərlə. Kiloqram vurulsun metr bölünsün saniyə kvadratı. Vur bu metr kvadratı. Vur bu tərsinə vurduq. 1 böl kiloqram kvadratı kimi. Kiloqramla bunun kvadratı ixtisar getdi. Metr metrə vurduq. Metr kubu böl saniyə kvadratı vur kiloqram şəklində oldu. Bu gravitasiya sahəsinin sabitinin əsas vahidlərlə ifadəsidir. Yəni deyirəm, gravitasiya sabiti nədir deyəndə nədir deyəcək? Deyəcək ki, kütləsi 1 kiloqram, mərkəzlər arasındakı məsafə 1 metr olduqda onlar arasındakı cazibə qüvvəsinin qiymətidir ki, biz bunu bu şəkildə nə etmiş oluruq? Təyin etmiş oluruq. İndi uşaqlar, diqqətlə baxaq nəyə? İndi baxaq danışaq nə haqqında? Cazibə qüvvəsi ilə radius arasındakı məsafə. Münasibət daha doğrusu. Məsafə deyəndə kvadratı ilə tərs asılı deyirik. Bəs radius deyəndə?
qüvvə radiusla nə cür asılıdır? Bax, bunlar haqqında danışaq. Xüsusən bununla bağlı qeydlər verilir, məsələlər verilir. Deyilir ki, məsələlərdə deyilir ki, üzülür sayın bircə dəqiqə. Məsələlərdə deyir ki, bir-birinə toxunan radiuslu iki polad kürə deyir. Bir-birinə toxunan radiuslu iki polad kürə deyəndə, yəni eyni radiuslu iki polad kürə deyəndə uşaqlar, bir-birinə toxunan eyni radiuslu iki polad kürə deyəndə, bunlar arasındakı cazibə qüvvəsini təyin etmək üçün polad kürələrinin kütləsi var, bunun da kütləsi var, bunlar arasındakı məsafə var. Bu zaman onlar üçün belə bir şey yazacaq da, F bərabərdir J vurulsun birinci kürənin kütləsi vurulsun ikinci kürənin kütləsi böl onların mərkəzləri arasında məsafənin kvadratı. İndi şagirdlər, siz bilirsiniz ki, kütləni təyin etmək üçün düsturumuz nədir? Rho V. J vurulsun, M1-i nə cür açarıq? Rho 1 V1 kimi. M2-ni nə cür açarıq? Rho 2 V2 kimi açarıq. Böl R-in kvadratı. O da nəyə bərabər? J vurulsun. Bax, bir-birinə toxunan iki polad kürə dedik də, iki polad kürə. İkisi də polad olduğuna görə, poladdan olduğuna görə sıxlıqları əlbəttə nədir? Bir-birinə bərabərdir. Daha indekslərə rho 1, rho 2 yazmağa ehtiyac yoxdur. Kürə dediyimizə görə, kürənin də həcmi nə cür açılır uşaqlar? 3/4 pi r kubu kimi. Bax, kürə dediyimizə görə V-ni də nə cür açarıq? 3/4 pi r kubu kimi. J vurulsun, rho-nu rho-ya vursaq, rho kvadratı. V1 üçün yazarıq ki, 3/4 pi r1-in kubu. V2 üçün də yazarıq 3/4 pi r2-nin kubu. Axı, eyni radiusu demişdik. Yəni, burada radiuslar r1, r2-yə bərabər idi. Ona görə indekslərə r1, r2 yazmağa ehtiyac yoxdur. Böl r kvadratı. Ben bu kvadratı ilə bu kubu ixtisar edəcək. Yekunda belə bir şey alarıq. 3/4'ü 3/4'e vuranda 9'da 16 eləyəcək uşaqlar. 9'da 16 eləyəcək. J rho kvadratı. Pi'ni pi'ye vuranda pi kvadratı. R kubunu R'e vuranda R üstü 4 olacaq. Yəni F nəyə bərabərdir? 9'da 16 J rho kvadratı, pi kvadratı, R üstü 4. Siz nəyi görürsünüz? Əsas məsələ nə idi burada sizə çatdırmaq istədiyim? Görürsünüz ki, cazibə qüvvəsi radiusun 4-cü dərəcədən qüvvəti ilə nə cür asılıdır? Düz. Cazibə qüvvəsi məsafənin kvadratı ilə nə cür asılıdır? Tərs. Bax, məsafə deyəndə kvadratı ilə tərs asılıdır. Radius deyəndə 4-cü dərəcədən qüvvəti ilə düz asılıdır. Yəni bunu unutmamaq lazımdır. Məsafə deyəndə yazırıq ki, qüvvə məsafənin kvadratı ilə tərs asılıdır. Əgər radius desək, yuxarıda biz bunu ispat etdik. Radius desək qüvvə, radiusun 4-cü dərəcədən qüvvəti ilə nə cür asılıdır şagirdlər? Düz asılıdır demiş oluruq. Məsafə deyəndə kvadratı ilə tərs asılı. Radius desə 4-cü dərəcədən qüvvəti ilə nə cür asılıdır? Deməliyim, düz asılıdır deyirik. Bunu da unutmuruq. Bu çıxarış üçün yazdıq. Bunu unutsaz da olar, amma ki bunu mütləq yadınızdan çıxarmayın. Çünki bizə bir çox məsələ həllində bunu bilməyimiz tələb edilir. İndi uşaqlar, gəlin danışdıqlarımızı ümumiləşdirək. Biz dedik ki, yer səthində istənilən iki cisim arasında nə var? Cazibə qüvvəsi var. Bunları bir arasındakı bu cazibə qüvvəsini təyin eləmək üçün hansı düsturdan istifadə edirik? F bərabərdir J vurulsun, M1 vur M2 böl R kvadratı deyə düsturdan istifadə edirik. Tamam, bu düsturdan istifadə edirik də buradakılar nədir? Bilirsiniz ki, F bərabərdir J vurulsun, M1 vur M2 böl R kvadratında M1, M2 bu cisimlərin nələridir? Kütlələri. R nədir? Onların mərkəzləri arasındakı məsafə. F qüvvə, J isə nədir? J qravitasiya sabitidir və kütləsi 1 kilogram, mərkəzlər arasında məsafə 1 metr olan iki cisim arasındakı cazibə qüvvəsinin qiymətidir. Ki biz ondan bir sabit, yəni etalon kimi istifadə edirik. Bunu da unutmayaq.
İndi uşaqlar, cazibə qüvvəsi istənilən iki cisim arasındakı cazibə qüvvəsi idi. Bir də var yerlə cisim arasındakı cazibə qüvvəsini. Biz yerlə cisimlər arasındakı cazibə qüvvəsinə ağırlıq qüvvəsi deyə ad qoyuruq. Ağırlıq ağırlıq qüvvəsinin, bax, məsələn, deyirik də, mənimlə bu stol arasında, stolla kompüterlə stolun üzərindəki printer arasında və s. cazibə var deyirik. Amma bir də var, stolla yer arasında, mənimlə yer arasında və yaxud da toz dərəcə ilə yer kürəsi arasında olan cazibə. Həmin o cazibəyə xüsusi ad qoyurlar. Yəni, cisimlərin yer tərəfindən cəzb olunduğu qüvvəyə artıq cazibə qüvvəsi deməyəcək, qısaca ağırlıq qüvvəsi deyəcək. Yəni, ümumi ad olaraq ağırlıq. Ağırlıq qüvvəsi deyəndə cazibə qüvvəsi ağırlığımıza gəlməlidir. Prosta ki, burada nədir? Cisimlərdən biri yerdir. Ağırlıq qüvvəsi deyiriksə, buradakı cisimlərdən biri yerdir. Məsələn, normalda cazibə qüvvəsinin düsturu nədir? J vurulsun, M vurulsun, M böl R kvadratıdsa, artıq şagirdlər, cisimlərdən biri yerdirsə və yerin kütləsi çox kiçik deyil, axı, çox həddən artıq böyükdür. Yəni, bizim toxuna bildiyimiz ən böyük cisimdir yer kürəsi. Kütləsi də həddən artıq çox böyükdür. Ona görə onun kütləsini kiçik M-lə yox, böyük M-lə işarə edəcək. Deyək ki, hal-hazırda, məsələn, bu telefonla yer arasındakı cazibə qüvvəsini təyin etmək üçün qravitasiya sabiti olan J-ni telefonun kütləsi, onu yerin kütləsinə vurub, yerin mərkəzi ilə telefonun mərkəzi arasındakı məsafənin kvadratına nə etməmiz lazımdır? Bölməyimiz lazımdır. Həmin bu qüvvə ağırlıq qüvvəsi adlanır. Adətən indeksdə F ağırlıq kimi yazılır. Və qüvvədir də, qüvvənin düsturu həm də nə cür hesablanıla bilər? MA kimi. Sadəcə ağırlıq qüvvəsinin təsiri altında hərəkət edən bir cismin təcili J hərfi ilə işarə olduğuna görə, uşaqlar, A-nın yerinə nə yazırıq biz? J yazırıq. Onda ağırlıq qüvvəsinin düsturu həm də nə cür ifadə oluna bilər? MJ şəklində ifadə oluna bilər. F ağırlıq qüvvəsi həm J vursun, M vur, M böl R kvadratı, həm də MJ şəklində ifadə edilə bilər. J nədir burada? Biz keçmişik əslində Newtonun sonunda sərbəst düşmə təcilidir. Sərbəst düşən cisimlərin təcilidir. Bir var, cismi biz atırıq, sürətini biz dəyişiririk. Bir də var, biz atmırıq. O cisim ona görə düşür ki, yer onu aşağıya cəzb edir. Yer onu aşağıya cəzb eləyəndə düşən cismin sürət dəyişməsi, yəni təcili, J-yə bərabərdir. Təxminən 9,8 metr böl saniyə kvadratdır. Və bunun adı nə gedir? Sərbəst düşmə təcili getmiş olur. İndi ağırlıq qüvvəsi haqqında danışmağa davam edirik. Ağırlıq qüvvəsi dedik ki, istəsək belə yaza bilərik, istəsək belə yaza bilərik. Bunlar bir-birinə bərabərdir. Yəni, J vurulsun, M vur, M böl R kvadratı elə nəyə bərabərdir? MJ-yə. Buradan M-lər ixtisar getsə, hətta biz J üçün düstur alırıq ki, J nəyə bərabərdir buradan? JM böl R kvadratına. Yəni, necə ki, F ağırlığın düsturu var idi, J, M böl R kvadratı, həm də J-nin düsturu var nədir? JM böl R kvadratı deyirik. Bax, həm qüvvə, həm də sərbəst düşmə təcili nə ilə kvadratik tərs asılıdır? Məsafə ilə. Həm qüvvə, həm də sərbəst düşmə təcili məsafənin kvadratı ilə nə cür asılıdır şagirdlər? Tərs asılıdır deyəcək. Digər tərəfdən, bura baxın uşaqlar. Digər tərəfdən nələr var burada bilməli olduğumuz? Ağırlıq qüvvəsi, hansı ki F bərabərdir, biz dedik ki, J vurulsun, M vur, M böl R kvadratıdır. Dedik ki, ağırlıq qüvvəsi məsafənin kvadratı ilə tərs asılıdır. Yəni, yazaq bura böl R kvadratı. Bax, J-nin də düsturu nədir? J də bərabərdir, J-M bölünsün R kvadratı. Fikir verirsiniz, həm də J məsafənin kvadratı ilə nə cür asılıdır? Tərs asılıdır.
həm ağırlıq qüvvəsi, həm də ki J məsafənin kvadratıdır. Biz öyrəndik ki, gəlin bu J ilə aid olanlar J-nin qabağını yazaq. J də məsafənin kvadratı ilə nə cür asılıdır? Tərs asılıdır. Yəni məsafə deyəndə həm ağırlıq qüvvəsi, məsafə deyiləndə həm ağırlıq qüvvəsi, həm də ki J məsafənin kvadratı ilə nə cür asılıdır? Tərs asılıdır. Amma şagirdlər, amma dedik ki, cazibə qüvvəsi radius deyiləndə, radiusla cazibə qüvvəsi 4-cü dərəcədən nə cür asılı idi? Düz. Bəs baxaq görüm J radiusla nə cür asılıdır? Gəlin bunu çıxarmağa çalışaq. J radiusla nə cür asılıdır? Məsələn, J bərabərdir J-in böl R kvadratı düsturuna görə M kütlədir də, kütləni biz nə cür aça bilərik? Rho vur V kimi. Rho V böl R kvadrat. Sonra J vurulsun Rho-nun heç V-nin həcmi yenə yer kürəsində, kürənin kütləsi idi də, yer kürəsinin. Kürənin həcmi nə cür təyin olunur? 3/4 pi r kubu kimi. Pi r kubu böl R kvadrat. Bu kvadratla bu kub ixtisar gedəcək nə qalacaq? 3/4 pi r J rho. Fikir verirsiniz, intensivlik J ilə nə cür asılıdır? Sadəcə düz asılıdır. J R ilə nə cür asılıdır? Sadəcə düz asılıdır. Radius deyəndə intensivlik düz, cazibə qüvvəsi 4-cü dərəcədən düzdür. Məsafə deyəndə də həm intensivlik, həm də qüvvə nə cür asılıdır bir-biri ilə? Kvadratik tərs asılıdır deyəcək. Aydındır uşaqlar. Problem yoxdur. Qaranlıq qalmadı. Bax bunları nə etməyiniz lazımdır? Çox gözəl bir şəkildə öyrənməyiniz lazımdır. Həm də vacib. Qaranlıq qalmadı. Gəlin bir neçə qeyd haqqında da danışaq. O qeydlərdən biri də budur. Cazibə qüvvəsi yer səthində olanda F bərabərdir J vurulsun. Cismin kütləsi vur yerin kütləsi böl R kvadratı şəklində tapılır. Amma yer səthindən H hündürlükdə olanda, müəyyən bir H hündürlükdə olanda, onda cazibə qüvvəsi üçün F bu yer səthindəki qiymətidir. H hündürlüyündə isə J vurulsun cismin kütləsi, yerin kütləsi bölünsün R plus H kvadratı şəklində nə olur? Tapılmış olur. Yəni yer səthindən H hündürlüyü artdıqca cazibə qüvvəsi də get-gedə azalır. Yəni yaza bilər ki, F H-dan aslığını, cazibənin H-dan aslığını çəksək, kvadratı ilə nə cür asılı olacaq? Tərs asılı olacaq. Həm də bu, uşaqlar, J üçün də keçərlidir. J-in bölünsün R kvadratı deyildi. Biz əgər H hündürlüyünə qalxdırırıqsa, onda intensivlik də R plus H-ın kvadratı ilə nə cür asılıdır? Tərs asılıdır demiş oluruq. Yəni yer səthindən hündürlükdə olanda intensivlik də H-ın kvadratı ilə tərs asılı olmuş olacaq.